daş düşsün mənim başıma, nə qayırsan sən? Ay mama, məzələnirsən, biz 5 il deyib bu televizoru almışıq. Da bunun klyonkasını qopart da üstündən, nə olacaq ki? A bala deyimə, cızıq düşər, nəsə olar? Onu niyə qopardırsan bala? Bəlkə ekranda nəsə oldu? Bəlkə xət düşdü. Qopartma, qaytar yapışdır yerinə. Sən Allah yaxşı, get əzdən yapışdır yerinə, yaxşı, gəl. Nə qayırsan ha bala? Nə qarram ay mama, boşqaf götürdüm, yemək yeyirəm. Ay o qonaqdan ötürdü, səndən ötürü gör. Qoy ora, o məsələ köynə boşqaflar götür. Mən təzə servis boşqafları mənə götürürsən. Sən bilmirsən onu mən qonaqdan ötürü almışam. Niyə ay mama, qonaq məndən yaxşı oğlandı ki? Ay məndən razborka çürütmə ha. Qaytar qoy yerinə, sağ deyirəm, onu mən qonağa almışam. Qonaq gələndən də stolun üstə qoyulur. Nə qayırsan hə? Nə olub ay mama? Divan təzə üstünə ləkə salarsan. Görmürsən divan üzlü yanmışam. Belə dur, sərim sonra, ondan sonra otur. Hələ yerdə otur, sonra oturarsan. Yaxşı, sərsən Allah, sər. Ay başına dağ düşməsin, o birisi var da, biri bunu işdə tutar. Ondan sonra təzənin ağzına sərsən. O niyə mağaza elirsən, elə hayf elirsən orada. Dədəvay, bezdirdin yüce mənim, o bəsdir dana, bəsdir. Anqırma hə, yer get arvadan alanda arvadın üstünə eşək kimi anqırarsan. Bunu mənim üstümə anqırmağına bax, bilirsən belə. Qoy dədən gəlsin evə, daya. Həmişə qonaqlar evə gələndə evə elə şokoladlar gəlir, çıxır ki, heç bilinmir ki, evdə belə şokolad olub. Ən yaxşı boşqaflarda qonaqlar yemək yeyir. Siz də fikirlərinizi yorumlarda yazarsınız, məncə sizə də belədir. Ən gözəl oyunlar oynamaq üçün Google-a daxil olun, butulka.az yazın, qeydiyyatdan pulsuz keçin, maraqlı domino oyunu oynayın, butulka oyunu oynayın, vaxtınız əyləncəli keçsin. Butulka.az